Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz. Sizi gözəl məkan, cənnət məkan Xan Lənkərandan salamlayıram. Biz bugün nədən danışarıq? Yəni, bugün bazar günüdür. Xoş istirahətlər arzulayıram sizə. Arzu edirəm ki, siz də bazar günləri istirahata çıxarsınız. Trader üçün çox maraqlı, çox önəmli olan istirahətdir. Nə üçün? Çünki 5 iş günü çox gərgin olursan. Həddindən artıq çox gərgin olduğundan, yəni istirahata mütləq önəm verməlisən. Bunu hər dəfə deyirəm sizə. Təbii ki, yəni kriptolar gələndə, kriptolar bütün saatı 7-24 işləyirlər. Amma məsləhət görərdim ki, biraz uzaq durasınız. Çünki 5 iş günü onsuz da, yəni stres, əsəb, gərginlik, həyəcan, yəni bunları hamısını dəf etmək üçün mütləq şənbə bazar dincəlmək lazımdır. Yəni gəlin keçək baxaq görək qızıl nə etdi. Yəni qızıl haqqında və qızıl yəni kəskin düşdü. Biz demişdik iyunun 4-ü 5-i qalxacaq, qalxdı, amma 6-sı endi. Bitcoin də 106'ları gözləmək lazım. Bundan sonra möhkəmlənməsi, yəni 104'lərdən sonra satış əməliyyatları üçün. Biz bu videonu çox uzun etmirik. Əsas olan o idi ki, bazar günü sizə xoş istirahətlər arzulayaq və Qurban Bayramı günlərdə bu bayram münasibətilə bir daha hamımızı təbrik edirəm. İnşallah görüşmək ümidi ilə. Növbəti videoya baxın, oradan ətraflı biz məlumat verərik.